Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rəisi vəzifəsindən azad edilib. Bununla bağlı Müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Uzun müddət hospitala rəhbərlik etmiş tibb xidməti polkovniki Elçin Abdullayev rəis vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Papanyan Hospitalı kimi tanınan Baş Klinik Hospitalının rəisi vəzifəsinə tibb xidməti polkovniki Vüqar Paşayev təyin edilib. Beyləqanda 1996-cı il təvəllüdlü Qərib Qəribov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Hadisə rayon ərazisindəki mənzillərdən birində baş verib. O, Beyləqandakı İnsaylı hərbi hissədə xidmət edirmiş. Müddətdən artıq xidmət edən hərbi qulluqçu Şəki rayon Baş Layıskı kənd sakini olub. Onun meyti bugün səhər saatlarında hamamda aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Paytaxtın Sabunçu rayonunda bədbəxt hadisə baş verib. Dünən saat 16 radələrində Bakı şəhər sakini 1961-ci il təvəllüdlü qadın Zabrat qəsəbəsindəki evdə yıxılıb. Nəticədə o baş nahiyəsindən aldığı xəsarətdən ölüb. Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.